Salam hörmətli izləyicilər, bugün sizə WhatsApp kanalımızda paylaşdığımız bir sualın izahını vermək istəyirəm. Qeyd edim ki, bu sual DİM vəsaitindən, DİM 2025 vəsaitindən götürülmüşdür və gün aşırı biz WhatsApp kanalımızda paylaşdıq. Siz də postlardan daxil olaraq WhatsApp kanalımıza bu suallar işləyə bilərsiniz. Bir izləyicimiz xahiş etmişdi. 2 sualı sizə klaster ilə bağlı izah edəcəm. Klasteri tamamlayan fikirlə müəyyən edin. Qələbə çalaq ifadəsində 2 qrammatik şəkilçi işlənmişdir. Ümumiyyətlə biz görürük, baxın, belə birinci şəxsin cəmində olan sözlər həm əmr, həm də arzu şəklində düşünülə bilər. Amma konkret olaraq burada 2 şəkilçi, 2 qrammatik şəkilçi yazılıbsa, biz bunu təhlil edək. Sözün kökü olacaq çal, A qrammatik, Q qrammatik. Yəni 2 qrammatik şəkilçi işlənirsə, burada baxın bir A şəkilçisi olacaq, bir də Q şəkilçisi. A şəkilçisi olacaqdır arzu şəklinin şəkilçisi, Q isə olacaqdır şəxs şəkilçisi. İndi biz digər xanalara uyğun olan cavabları seçək. Yəni arzu şəklinə uyğun olan seçməliyik. Gələcək zaman anlayışına malikdir. Ümumiyyətlə uşaqlar, yalnız xəbər şəklini çıxmaqla digər şəkillərin hər biri 5 şəkildə düzdür, zamanlara görə dəyişməsə də gələcək zaman anlayışı bildirir. Yəni gələcəkdə olduğunu bildirir. Burada hal hadisə gələcəkdə olduğunu bildirir. Və arzu şəkli də təbii ki, gələcək zaman anlayışı var. Bu bir doğrudur. Biri götürək. 2 əmr şəklindədir. Biz qeyd etdik ki, əmr yox, hansı şəkildədir? Arzu şəklində ikinci çıxdıq. Sonuncu heycasında bir qrammatik şəkilçi var. Xeyr, sonuncu heycasına baxaq. Çalaq. Baxın, laq ikinci heycası laqdır və burada l-nı çıxsaq 2 şəkilçi var. 1 yox, 2 qrammatik şəkilçi var. A və Q. 4 kaş ədatı ilə cümlədə xəbər ola bilər. Bəli, işlənən cümlədə xəbər ola bilər. Bəli, çünki arzu şəklidirsə biz arzu ədatlarını istifadə edə bilərik. 1, 4, 5 qoy ədatı ilə işlənən cümlə xəbər ola bilər. Xeyr, qoy ədatı isə əmr şəklində olan sözlərlə işlənir. Cavabımız oldu 1, 4. Bu açıq sual idi, amma biz WhatsApp kanalımızda bunu qapalı sual formasında vermişdik. İndi ikinci klasterə baxaq. Bu asandır. Yəqin ki, izləyicimiz birinci klaster demişdi. Bunu da tez-tez izah edək. Klasteri tamamlayan nümunələri müəyyən edin. Burada yazılıbdır ki, feilin arzu şəklindədir, daha doğrusu əmr şəklindədir. Gözləyin. Biz bu hissədə biz əmr şəklində olan sözləri seçməliyik. Bir-bir baxaq. Dinləyəsən. Bu olacaq arzu şəkli. Burada yə olacaqdır arzu şəklinin şəkilçisi, sən isə olacaq nə? Şəxs şəkilçisi. 2. Danlayar. Danlayar sözündə isə gələcək zamandır, xəbər şəklidir, bu da deyil. Saxladı, keçmiş zamanda xəbər şəklidir. Duzlayın. Baxın, burada əmr şəkildə 4-ü götürürük. İzləsin, əmr şəkildə 5-i də götürürük. Və 6 anlamışıq. Bu isə keçmiş zamandadır, xəbər şəklindədir. Cavabımız oldu 4, 5.